Herkese selamlar dostlar. Bu videoda sizlerle birlikte depresiyanın bize zərərlərindən danışacağım. Hansı ki bilirsiniz ki depresiya son günlərdə həqiqətən də, son günlərdə dediyim yəni bir neçə ildir daha çox insanlar çox istəyir. Əsasən də bunu ergenlik döneminde olan insanlar çok yaşayır. Çünkü ergenlik döneminde bilirsiniz ki bir çok yani bütün demək ola bilər ki hormonlar həddindən artıq çox şəkildə salgılanır və bunların da çox olmasının səbəbində bir çox şeylər ortaya çıxır. Asılılıqlar olsun, depresiya olsun, nə bilim, həyatda özünü anlama, hədəf tapma, niyə bu həyatda kimi bir çox suallar çıxır və belə deyim də əsasən mənim yaşımda olan bir çox uşağın da yəni bunu yaşadığına əminəm. Bu günlərim sizə əsasən depresiyanın bizim beynimizə necə təsir etdiyinə hakkında danışacağım. Çünkü bilirəm ki bir çoxunuz depresiyada və yaxud da tez-tez girir, çıxır. Bunun da əsas populyar səbəblərindən bir neçəsini sayacağım. Deməli, birincisi həyata qarşı baxış açınız ola bilər. Fəlsəfi olaraq deyirəm. Misal, elə bir insan var ki, dindən çıxır, hər hansısa bir dinə inanmır, özünü boşluqda hiss edir. Və yaxud həyatında bir ana məqsəd yoxdur. Bu bizim yaşda olan uşaqlara deyim ki, çox populyardır. Çünki hansı ki yaş böyüyəndən sonra artıq siz özünüzə baxmaq zorunda qaldığınız üçün bir nəvi beyninizə məna yaşayır ki, mən bunu eləməliyəm. Bunu öz yaşamam üçün eləyirəm. Ancaq bu yaşlarda bir çox uşaq tapa bilmir, çünki eləyə biləcəyi o qədər də yəni belə deyim, bir şey olmadığını düşünür bəzən. Həqiqətən də olur yəni elə şeylər var, ancaq olmadığını düşünür, özünü səhv düşüncələrə salır. Neysə, kənara çıxmadan devam edim. Yəni dediyim kimi bu həyatda ana hədəf tapmadır və yaxud da sevdiyi bir insanı itirmədir, sevdiyi bir insanla ola bilməməkdir. İlişki məsələlərinə deyirəm. Əsasən mən fikir vermişəm ki, oğlanların çoxsu qızlarla nə üçün sevgili olmadıklarına görə və yaxud da sevgili olub ayrıldıklarına görə pis olurlar. Çox az bir qismi var ki, hansı ki, belə deyim də, nətər deyim, hər hansısa bir startup başlatmağa çalışır, amma eləyə bilmir, həyatında bir hədəf tapa bilmir. Və buna görə belə olur. Açığı mənim də yəni bu yandan problemim var. Mənim yəni sevgili barəsində bir problemim yoxdur və ya mən çünki belə deyim, sevgili kafasında deyirəm də, yəni eləmək kafasında deyirəm və yaxud da özümə fokuslanmışam da, yəni qısaca bunu demək istəyirəm. Sadəcə bugün depresiya bizə necə təsir edir o haqqında danışacağım. 2 həftədir bir video gəlmir özü, bunu da deyim. Əslində videolar çəkirəm, ancaq bir yerlərdə olur ki, onları yayınlamaq istəmirəm də, yenə təkrar çəkmək zorunda qalım. Depresiya bizə dostlar pis alışqanlıqları sala bilir. Yəni mən şəxsən bunu deyim, depresiyaya çox uzun müddətli depresiyaya girən bir insan olmuşam, yəni. Və bu depresiyanın axırında da yəni heç yaxşı şeylər olmamışdı. Yəni çox belə deyim də, düzənsiz bir həyatım var idi, düzənsiz bir baxış açım var idi. Layla lom deyəkdi, yaşayıb keçirdim. Ergenlik dönemlərində təbii ki də. İndi də ergenlikdir. Əvvəldən danışıram sadəcə. Və birdən ayrıldım dostlar. Yəni bir aydınlanma yaşadım. Yəni birdən bir çox insanı tanıdım və aydınlanma yaşadım. Dedim, nə olur da yəni belə 9-cu sinifdə mənim hətta o qədər ciddi olmuşdum ki, insanlar mənə böyle diyordu, sən nə oldu da yəni 3 ayda nə dəyişmiş ola bilər. Çünki 3 ay əvvəl məni belə çox belə nətər deyim, belə deyim də, qəribə bir uşaq kimi idim. Yəni belə özümə diqqət ayırmırdım və ancaq belə deyim də, həmin o düşüncədə olan insanlar daha çox, qızlara daha çox takılırdım. Ancaq elə bir şeyim olmadı artıq. Dəyişəndən sonra özümə fokuslanmaya çalışıram. Yəni hardasa bu 2-3 ildir artıq belə gedir. Bunun o zamanlarda mənim yəni belə deyim də, həyatım belə də indiki kimi yaxşı deyil idi. Təbii indi yaşadığım həyat keçən illərə baxanda 2-3 qat çox yaxşıdır, 2-3 qat həqiqətən də yaxşıdır. Ancaq mən o vaxt onu görmürdüm. Depresiya bizi çox vaxt dostlar yeni alışqanlıqlara salır və o saldığı vaxtda həmin o alışqanlıqları edən digər insanları tanıyırsınız, onlarla
dostluqlar qurmağa çalışırsınız. Və həmin dostlar deyim də dırnaq içində dostlar sizə heç bir xeyri yoxdur. Ancaq siz elə bilirsiniz ki, xeyri var. Elə deyil təbii ki də. Mən belə deyim də, bir çox insan aydınlanma yaşayır bir yaşa qədər. Və o aydınlanmanı yaşayandan sonra artıq dünyaya baxış açısı fərqli olmağa başlayır və onu yaşayana kimi belə deyim, o insanı çox da qınamaq olmur. Çünki anlayır artıq belə bir anda hər şeyi anlayan kimi olur. Şəxsən mən belə deyim, baxın, depressiyada olan vaxt çox alışqanlıqlar əldə eləmişdim. İndi şükür ki, o alışqanlıqlarım yoxdur. Ancaq belə deyim də, həmin vaxtlar elədiyim o qədər mənə düz gəlirdi ki, yəni sanki həyat budda, yəni elə gəlirdi mənə, ancaq elə deyil. Yəni sırf pis alışqanlıqlar deyildi də, yəni həyat. Yəni bundan ibarət deyil. Fərqli şeylər var, görmək lazım olduğumuz, yəni belə fərqli şeylər o qədər var ki, sadəcə bunları kəşf etməkdən ötəri komfort alanımızdan çıxmalıyıq. Təbii mən anlayıram, baxın dostlar, belə deyim, depressiyaya sizi salan bir neçə səbəbləri sayım sizə, baxın, 100% ki, yəni bu var da, 100% var. Siz tez dostlar, sosial medyada belə sad deyim də, sad, yəni Azərbaycan dilində mənasını unutdum, yəni əsl ingiliscə bir şey. Necə dəqiqə. Yəni üzgün videolara baxırsınız da, yəni belə məyus videolara baxırsınız, sizi qəmləndirə biləcək videolara baxırsınız. Yəni aranızda varmı yəni belə baxan insanlar və buna baxıb qəmlənib və yaxud da qəmli arabesk türk mahnılarını qulaq asan varmı? Yəni mən genəlliklə belə deyim, bu videoya mahnının önəmini qatmaq çox istəmirəm. Sadəcə bunu deyim ki, həyatımızda bu mahnıların o qədər, səslərin o qədər önəmi var ki, həqiqətən də o qədər önəmi var ki, bu belə arxa fonda işləyən ən önəmli, amma heç vaxt onu belə tam görmədiyimiz bir şeydir. Onu sadəcə hiss edə bilirsiniz. Nəysə, belə deyim, yəni bunlara baxan varsa, mən indi deyəcəm, ailəsində problem yaşayan insan yoxdur ümumiyyətlə, yəni ailəsində problem yaşamayan insan yoxdur ümumiyyətlə. Sadəcə hamı yaşayır ailəsində problem. Sadəcə Azərbaycan toplumunda belə deyim dostlar, əgər gözləyirsinizsə ailənizin sizə qarşı bir şeyini dəyişdirəcəyinizi gözləməyin bu arada. Ailəniz dəyişməyəcək. Mən belə deyim, hər bir uşaq ailəsində bir qüsur görə bilər və yaxud da hər ana ata öz uşağında qüsur görə bilər. Bu normal bir şeydir. Uşaqlar dəyişir. Yadınızda saxlayın, bizlər dəyişirik. Ümumiyyətlə çox dəyişirik. Ana ata kimi olmuruq çox vaxt. Amma ana ata heç vaxt dəyişməyə bilir. Həqiqətən də belədir. Yəni ana atanın dəyişəcəyini gözləyirsinizsə dostlar, çox da o üzrə şeyləmin, yəni kafa yormayın da. İnsanlar bugün belə deyim, öz yaxınlarınız belə olsa, bugün belədirsə sabah da belə ola bilər. Sənin yanında deyə bilər ki, mən bunu dəyişdirəcəm və yaxud da heç deməyə bilər. Lap da üstünə qoyar, artırar. Bu insanlar dəyişmir dostlar. Yəni dəyişdirməklə, yəni bu şeyi unutun, kafanızdan çıxardın ki, mən ailəmlə problem yaşayıram, ailəmi dəyişdirməliyəm. Yəni oturub danışmalıyım, amma ailəmlə danışa bilmirəm, çünki ailəm məni başa düşmür və biz danışa bilmirik və s. belə söhbətlər olur və depressiyaya giririk də, yəni qısaca. Dostlar, bunu unutun bu arada. Əgər problemləri yaşayırsınızsa, uzun vadəli şəkildə problem yaşamaq istəmirsinizsə, konkret şəkildə deyirəm, nə varsa edin, çalışın, fürsət varsa əlinizdə, yəni ailənizin yanından çıxın. Bu, belə deyim də, bu lazım olması gereken bir şeydir zaten. Yəni ailə ilə sonuna qədər yaşamaq heç də yaxşı bir şey deyil. Yəni öz həyata atılmanız lazımdır. Ailəyə belə deyim, ailə problemlərinə çox girməyəcəm bu videoda. Bu video onun mövzusu deyil. Sadəcə depressiyaya bizi salan vaxt nələr olur ondan danışıram. Şəxsən mənim ətrafımda baxın, o qədər tanıdığım insan var ki, mənlə bəzi ortaq şeyləri çəkən var. Problemləri düşünən var. O gələcək qayğısıdır, nə bilim, bir yandan nətər olacaq, necə eləyəcəm, yaxud da bir startup başlatmağa çalışıram, başlamır. Bir yandan sosial mediadakı problemlər, bir yandan digər insanlarla aramda olan münasibətlər, yəni belə karvan uçurman bir həyatımız vardı, belə deyim, xaotik bir həyata sahibik. Mən şəxsən, baxın, belə deyim, mənim startup başlatmağa çalışdığım o qədər şeylər olubdu ki, yəni, başlata bilmirəm də, yəni, həqiqətən də. Açığı bunun bəzən problemi sosial mediada görürəm. Həqiqətən də elədir, sosial medianın da belə deyim, görmədiyimiz
o qədər pis yanı var ki, həqiqətən də belədir. Və mən hardasa artıq 2 həftəyə yaxındır ki, Instagramı da sildim telefondan. Yəni bu dəqiqə telefonumda sadəcə YouTube var işlətdiyim, aktiv olduğum. Telegramda filan burada söhbətlər edirəm bəzən. Bu videonu da çəkməyimin ana məqsədi mənim Tacikistandan olan bir dənə dostumdur deyək. Əgər izləyirsənsə, sənə salamlar olsun. Bu videonu sənin tövsiyen üzərindən çəkirəm. Hansı ki, insanlara çalışıram ki, bu videoda həqiqətən də xeyir verməyə çalışım. Bu dəqiqə problemi belə deyim də, somutlaşdırmaq istəmirəm. Problemin üstünə gedirəm ki, zaten bilirik, problem budur, okey. Birisi çıxıb danışmalıdır, amma bu problemi belə düzəltməyin o qədər də asan olmadığını anlayın dostlar. Ergenlik dönemindəsinizsə əgər, o dönem bitənə qədər yəni bu şeyi çəkə biləcəksiniz də. Çünki ergenlik bitəndən sonra yavaş-yavaş artıq duyğularınız normallaşmağa başlayır. Həyata qarşı bəzi şeylər çox dəyişir. Həqiqətən də belədir. Yəni ergenlikdə hiss elədiyiniz qədər böyüyəndən sonra hiss eləməyəcəksiniz. Təbii bunu deyib də sabahsı gün yenə pis olub əlimdə deyil, yəni ola bilərəm, siz ola bilərsiniz. Normal bir şeydir. Sadəcə bunu belə qavrayın. Mənim bəs bu depressiyadan çıxmam, bu mentalitetə gəlməyimə nə kömək oldu? Onu deyim sizə dostlar. Mən şəxsən baxın, depressiyada olan vaxtlarında birdən-birə şəxsi inkişaf yəni gördüm. Xarici insanlarla tanışdım, xarici insanları danışdım, onları tanıdım, onların göstərdikləri səylərə baxdım. Bir çox şeylər gördüm və həyatımda uygulamaya başladım. Həqiqətən də bəzən belə deyim də, arzuladığım şeyin şu anda bəlkə də yaşadığım şey olmalıdır. Nə qədər izah edə bildim bilmirəm. Baxın, mən sağlam həyat sürməyə çalışıram, həqiqətən də elədir. Mənim dost çevrəm demək ola bilər ki, çox azdır. Baxın, tanış ola bilər, tanış çevrəniz çox ola bilər. Bunu da deyirəm. Mənim dost çevrəm yəni, demək ola bilər ki, sıfırdır, yəni sıfıra yaxındır. Yəni, təbii bir-iki insan var, yaxınım olan insanlar var. Onlara həqiqətən də dost deyirəm. Daha sonrasında özümə vaxt ayırıram, özümə çalışıram ki, istəməsəm belə disiplin yaratmağa çalışıram. En azından bir şeyler yoklamaya çalışıram. Bilmirəm dostlar, heç kim bu dünyada yəni qüsursuz deyil. Heç kimi qüsursuz gözündən baxmayın. Mənə belə baxmayın. Mənim də həyatımda qüsurlu olan o qədər şey var ki. Yəni bu belədir, həqiqətən də belədir. Biraz bu video qəribə oldu digər videolara nisbətən və belə deyim də, neçə videodur ki, mən belə kameranın qabağında danışıram. Mən də istəyirəm ki, dostlar, kameranı alım çıxın, çöldə vlog çəkim. Təbii ancaq yaşadığım yerdə çəkiləcək o qədər də bir şey yoxdur. Təbii eləyəcək aktivitelər var, onları bəlkə çəkdim, bilmirəm. Ancaq yəni belə deyim də, ediləcək həqiqətən də belə də bir şey yoxdur. Video biraz söhbət tərzində oldu, bilirəm. Və bu videonu da kəsmədən yəqin ki ataram. Çünki kafamdan keçənləri danışdım. Dostlar, sadəcə gəlişməyə odaqlanın, heç nə. Bu qədər. Yəni çalışın ki, yəni dost dediklərinizdən sizi belə geriyə çəkən insanlardan uzaq durmağa çalışın və yaxud da musiqiyə diqqət edin. Musiqi həyatın, belə deyim, bir ana hissəsidir və ergenlikdə olan vaxt qazandığınız daimi, sağlam asılılıqlara çox da takılmayın. Bir çoxu başa düşəcək nə deyirəm. Zərərli olan asılılıqları amma diqqət edin. Çalışın, belə deyim, əgər eləyə bilirsinizsə tərk edin yəni zərərli olan şeyləri. Təbii mənim o tərk etməyimdə bir çox zərərli olan şeyə atam sağ olsun kömək edib həqiqətən də. O da izləyirsə bu videonu, ona da salamlar olsun. Geri qalan sadəcə sizin özünüzdən asılıdır. Keçmişdə bu olay təbii başlada bilər, bunun depressiyaya sizi sala bilər, amma bu günlərin bu vəziyyətdə olmağınızdan təkcə siz asılısınız. Yəni başqa heç kim asılı deyil. Deyəcəklərim bu qədərdir dostlar. Çox bu videonu belə deyim də uzada gedə bilərəm. Yəni bir sonu yoxdur demək ola bilər ki, bu videonu belə getdikcə gedir. Ancaq bir yerdə məcburi nöqtəni qoymaq lazımdır. Gələn videolarda görüşərik. Ümid edirəm bu videodan özünə qarşı bir dərs çıxartdın və yaxud da baxış açını var idisə onu gəlişdirdin və ya əldə etdin. Bilmirəm. Videoları bir yerdə paylaşa bilərsiniz, komment yaza bilərsiniz. Hamısını oxuyuram, cavab verirəm. Yəni gecikmədən həqiqətən də cavab verirəm. Oldu dostlar.
Özünüzə yaxşı baxın. Gələcək videolarda görüşənədək sağ olun, salamat qalın.